fikir deyib, buraxılış sınağı imtahanının ingilis dili suallarını mən Ayda Marif izah edirəm. Deməli, 1-ci, 4-cü suallarımız dinləmə ilə bağlıdır. Əgər dinləməni yenidən əldə etmək istəsəniz, aşağıda link olaraq yerləşdirəcəyik. Dinləyə bilərsiniz bir daha. Deməli, 1-ci, 4-cü suallarımız Beethoven haqqında dinləməyidir. Deyir ki, Beethoven erkən yaşlarda nə etməyi xoşlayırdı? Əlbəttə ki, cavabımız B bəndi. 5 yaşı olanda artıq pianino çalmağı öyrənmişdi. İkinci sualda biz tamamlama etməli idik. Beethoven 20 yaşı olanda artıq eşitməsini tamam itirmişdi. Lakin eşitməsini itirməyi onun musiqiyə olan eşqinə mane olmamışdı. Cavabımız 1 və 2 B bəndi. Daha sonra isə 3-cü sual mətni adlandırmalıydıq. Mətn nə haqqındaydı? Həyatı və musiqi nailiyyətləri. Beethoven'ın həyatı və musiqi nailiyyətləri haqqındaydı. 4-cü sualın 4 alt qrupunda səhv və düzü tapmalıydıq. Birincidə doğru bəndimiz true idi. Deyir ki, ən yaxşı əsərlərini tamamilə kar olanda yazmışdır. Bəli. Daha sonra deyir ki, uşaq olanda bir çox hobbisi var idi. Xeyr, Beethoven'ın bütün marağı yalnız musiqiyə idi. Artıq deyir ki, 20'li yaşlarda o tamamilə kar olandan sonra geriyə qayıtdı. Yəni, musiqini atdı mənasında. Xeyr. Və bütün auditoriya onun final konsertində alqışlamışdı. Bəli. Dinləmə mətnlərimiz bu qədər idi. İndi isə kiçik mətnlərlə davam edirik. 5-ci mətn doğru bəndimiz C bəndidir. Sürücülük imtahanından kəsilmiş biri haqqında. 6-cı mətn cavabımız A bəndidir. Sara Emilini uğuruna görə təbrik edir. 7-ci sualda isə Türkiyədə keçiriləcək olan bir forum haqqındadır. Və keçirik oxu mətni haqqında olana. Sağlamlığımız həyat tərzimizə aid bir mətndir. Mətndə 8-ci sualda bizdən false variant istəyir. Yəni, yanlış bəndi seçməliydik. Stres hormonu biz idman eləyəndə yüksəlir. Xeyr, yanlışdır. 9-da mətn nə haqqındaydı dedikdə, cavabımız C bəndidir. Sağlam bədən haqqında, sağlam zehin haqqındadır. 10-cu sualda what helps reduce stress? Stressi qalib gəlməyə, stressdən xilas olmağa nə kömək edə bilər bizə? Küçədə vaxt keçirmək bizi rahatlaşdıra bilər. Və 11-ci sualla davam edirik. 11-ci sualda tamamlamadır. If you develop healthy habits, əgər yaxşı vərdişlər əldə etsəniz, zehni və fiziki, mental və fiziki olan sağlamlığınız daha yaxşılaşacaq və sizin bədəniniz daha yaxşı yuxuya gedəcək. Cavabımız 1 və 2-dir. 12-ci sualda isə mətnə uyğun düzgün bəndləri seçməliydik. Walking and drinking water can improve your health. Gəzinti və su içmək sağlamlığımızı daha da inkişaf elətdirəcək. Sleep helps the body repair itself. Yuxu orqanizmin özünü bərpasına kömək edir. Cavabımız 1 və 2. Oxu və dinləmə mətnlərimiz bitmişdir. Artıq 13-cü sualdan isə başlayırıq qrammatika suallarının izahatına. 13-cü sualımız sifətin dərəcəsinə aiddir. Əgər cümlədə bən bağlayıcısı varsa, demək ki, biz müqayisə dərəcəsi istifadə etməliyik. Və long tək hecalı olduğuna görə burada istifadə olunacaq longer. 14-cü sual zamanlara aiddir. Cümlədə açar sözümüz once a month, yəni ayda bir dəfə. Belə çıxır ki, bu periodik bir hərəkətdir. Periodik olan hərəkətlərimiz present simple-da işlənir. We write a dictionary, we write a dictation once a month. Biz ayda bir dəfə imla yazırıq. Və 15-ci sualda, 15-ci sual altından xətt çəkilmiş sözə cümlədə sual tələb olunur. Sugar sayılmayan isim olduğuna görə biz how much deyəcəyik.
16-cı sual isimə aiddir. Xüsusilə sayılmayan isimlər kateqoriyasına aiddir. Bilirik ki, advice sayılmayan isimdə onun qarşısında miqdar sayı ola bilməz. Deməli, artiklı burada cəm sözünə, yəni sayılmayan isimə aiddir. Yanlışdır. New furniture və a piece of news. Burada a piece of bir hissə. Əsas sözümüz of-dan əvvələ görə təyin olunur. Hissə sözü tək olduğuna görə qarşısında artiklı da yazılmışdır. Cavabımız bəli. 17-ci sual possessive case, yəni ismin yerlik halına aiddir. Deməli, əgər biz D artiklı vermişiksə, bu o deməkdir ki, ailədən bəhs olunur. Bu formatda olacaqdır. S sonra apostrophe. Daha sonra B bəndində həm C-ində apostrof S var, həm Mike-da, amma burada sözü təkdədir və xəbər təkdə verilmişdir. Ola bilməz. C bəndimiz doğru bənddir. Çünki hər ikisində apostrof S var. Here sayılmayan isim olduğuna görə tək yazılmışdır və H-yə görə də biz iz yazmışıq. Burada brother sayılan isim olduğuna görə o cəmlənməli idi. Brothers A olmalıydı. Amma here sayılmayan isim olduğuna görə here-lə iz doğru bənddir. D bəndində isə apostrof S-dən sonra bright, aydın, yəni isim gəlməmişdir. Y bəndində isə apostrof S-dən sonra feilin indiki davam edici zamanıdır. Reading oxuyur. Mr. Brown indi mətn oxuyur. Burada cavabımız C bəndi. 18-ci sualda isim və miqdar sayı ilə əlaqəli bir sualdır. Əgər ismin qarşısında miqdar sayı varsa, o isim cəmdə olmalıdır. Variantlarımızdan glasses of-a qədər doğru getsə də, milks sayılmayan isimdir, heç bir zaman cəmlənə bilməz. Book olmazdı, books olmalıydı. Pieces of advice, bəli, hər zaman şagirdlərimə də deyirəm, bu quruluşlarda of-dan sonraki sözə baxmayın, of-dan əvvələ baxın. 5 pieces, bəli. Və burada delicious apples, apples cəmdə olduğuna görə qəbul olunandır. Cavabımız yerdir. 19-cu sualda bizdən uncountable nouns istəyir, yəni sayılmayan isimləri seçməliydik. Cattle və poultry, bunlar toplu isimlərdir. Idea isə istisnası olan an idea qrupuna daxildir. Deməli, traffic, luggage və news sayılmayan isimlərimizdəndir. 20-ci sualda düzgün bəndi tapmalıydıq. Burada lemonade sözü əsasdır. Belə çıxır ki, artiklını mən sayılmayan ismə qoymuşam. Səhvdir. Burada düyü sözü əsasdır. Belə çıxır ki, mən artiklını düyü sözünə qoymuşam. Səhvdir. Burada bowls cəmdədir. Artikl qoyulub. Səhvdir. Burada isə tarladır, sayılan isimdir və mütləq onun qarşısında artikl olmalıdır, yazılmayıb, deməli səhvdir. Burada isə rice bowl, düyü kasası. Kasa sayılan isim olduğuna görə qarşısında artikl yazılmalıdır. Diqqət edərsinizsə, burada bir peçat səhv olmuşdur, rice olaraq yazılmışdır. Əslində bu rice, yəni bu formadadır, yəni düyü kasası mənasındadır. 21-cidə doğru bəndimiz student sözünə görə təyin olunacaq, yəni cəm isimdir. Cəm isimdən much ola bilməz, cəm isimdən little ola bilməz, some və only a few doğru bəndlərimizdəndir. 22-ci sualda inkar əvəzliklərinə aid bir sualımızdır. Biz bilirik ki, no-dan dərhal sonra isim gəlməlidir və əvəzlik. Yəni, hər hansısa bir artikldan söhbət gedə bilməz və hətta any belə yaza bilməz. Doğru bəndimiz E bəndidir. 23-cü sual artikla aid bir sualdır. Birinci hissədə a friend of mine belə bir quruluşdadır və burada biraz daha mürəkkəbləşdirib old sözünü qoymuşuq. An old friend of mine. Əgər play sözündən sonra musiqi aləti gəlibsə, bu çalmaq, ifa etmək mənasını deyir. O zaman mütləq D artiklı yazmalıyıq. Play sözündən sonra idman və oyun adları gəlmişdirsə, bu halda heç bir zaman artikl yazılmaz.
Və dəqiq yaşını deyirsə, biz bilirik ki, dəqiq yaşla müəyyənlik artiklı D artiklı istifadə olunur. Doğru bəndimiz A bəndi. 24-cü sualda əsas sözümüz cümlədə newsdur və newsa uyğun bir formada yazmalıyıq. Yəni, nöqtələrdən sonra isim gəlmişdir. Törəmələr ola bilməz, çünki törəmələrdən sonra isim yazılmır. Digər tərəfində keçirəm. Nan özü isimləşmişdir, ondan sonra isim yazılmaz. Others da həmçinin isimləşmişdir, isim yazılmır. Doğru bəndimiz E bəndi. Və 25-ci sual, əvəzliyə aid bir sualla davam edirik. Cümlədə gördüyünüz kimi nöqtələrdən sonra of var, deməli 4 qətiyyən ola bilməz. Every yazıla bilməz. Every sözündən sonra of gəlməli 3-üm. O zaman arada bir dənə one söz olmalıdır ki, mən of'u doğru qəbul edim. Deməli 4 ola bilməz. Baxıram cümlənin xəbəri has'dir. Demək ki, mən bows'dan və all-dan işlədə bilmərəm. Cavabımız 1 və 3-dür. Cavab 3 və 5 doğru bəndədir. Mətn haqqında kiçik hekayələri isə istəsəniz rəylərdə qeyd edə bilərsiniz. 23 noyabrda olan sınağı izah etdi İnnovativ Təhsil Mərkəzinin İngilis dil müəllimi Ayda Marif.